Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabihi ecma'in. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Rabbi şrah li sadri ve yessir li emri ve ehlul ukdeten min lisani yefkahu kavli. Amma ba'd. Qəlblərin islahı barədə burada mövzu var. Deyir ki, qəlblər qablardır. Qəlblər qablardır. Bu barədə başda hədis gətirir. Deyir ki, Allah Taala'nın yer əhli içərisində qabları vardır. Allah Taala'nın yer əhli içərisində qabları vardır. Yəni Allahın yer əhli içərisində qabları var. Deyir ki, sizin Rəbbinizin qabları onun salih qullarının qəlbləridir. Rəbbinizin qabları onun salih qullarının qəlbləridir. Və onların içərisində Allaha ən sevimli olanı və deyir hansılardır? Deyir ki, ən yumuşaq, ən incə olanlarıdır. Deyir ki, Peyğəmbər s.ə.v qulların qəlblərini, yəni qablara bənzətdi. Qablara bənzətdi və hər bir qəlbin halı da orada olan xeyrə və yaxud şərə görədir. Hər bir qəlbin halı orada olan xeyr və yaxud şərə görədir. Deyir, yaxşı əməl sahiblərin qəlbləri, yəni yaxşılıq edənlərin, yaxşı əməl sahiblərin qəlbləri deyir ki, qaynayır xeyirlə qaynayır. Və deyir ki, günah sahiblərin qəlbləri isə günahlarla qaynayır. Məlik İbn Dinar, Allah onu rəhmət eləsin, deyir ki, həqiqətən əbrarların qəlbləri, yaxşı əməl sahiblərinin qəlbləri deyir ki, qaynayır yaxşı əməllərlə, qaynayır olan qəlbləri. Və deyir, pis əməl sahiblərinin qəlbləri isə pis əməllərlə qaynayır. Deyir ki, Allah onların niyyətlərinə baxır. Deyir, elə isə niyyətlərinizə baxın. Allah sizə rəhm eləsin. Və deyir ki, Abdullah ibn Məlik, rahiməhullah, deyir ki, Allahın yer üzərində, yerdə qabları var. Allahın onlardan qəbul etdikləri, yəni o qəlblərdir ki, Allaha itaətdə möhkəmdir, Allaha zikr anında yumşaq olandır, zikr etdikdə Allahı yumşalandır və günahlardan da təmiz olandır. Təmiz olan qəlbdə. Və başqa hədisdə burada Peyğəmbərin s.ə.v hədisdə dedi ki, o qəlblərin Allaha ən sevimli olanları hansılardır? Ən yumuşaq və ən incə olanları. Deyir ki, həqiqətən qəlb elədir ki, yumşalanda, incələndə necə olur? Deyir ki, yəni təmiz bir güzgü kimi olur. Xeyri qəbul edir, onu başa düşür və orada olan o saflığa görə, o təmizliyə görə, yəni bu şeylərə görə bu xeyri qəbul edir, onu anlayır, başa düşür. Çünki təmizdir, pakdır. Günahlardan təmizdir. Amma yəni kirli qəlblər, paslı qəlblər necədir? Deyir ki, onlar ora haqq girmir və haqqı da qəbul etmir. Sonra deyir, elədir ki, qəlbin, yəni dilin hərəkəti qəlbdə olan şeyə dəlalət edir. Dilin hərəkəti, hərəkətlənməsi qəlbdə olan şeyə dəlalət edir. Xeyirdirsə xeyir danışır, qəlbində xeyir olan xeyir danışır, qəlbində şər olan da deyir, şər danışır. Yəni, ümumilikdə belədir. Ayə gətirir, şeyx deyir ki, وَلَتَعْرِفَنَّهُمْ فِي لَحْنِ الْقَوْلِ Sən onların danışdıqları o sözlərdən onları mütləq tanıyacaqsan. Sözlərində olan, danışıqlarında olan o mənalardan onları tanıyacaqsan. Və deyir ki, labüddür ki, onların qəlblərində olan şeylər beləcə, yəni danışanda, yəni onların üzə çıxması, Allah da deyir ki, onların qəlblərində olan şeylərin, yəni dillərinə çıxması labüddür. Və o dillərində danışan sözlərə görə deyir,
o şeylər yəni bilmək olur, aydınlaşır. Çünki qəlblər deyir, dillər qəlbin çömçələridir. Və yadharu minhə mə fil qulub. O çömçələrdə də görünən şey qəlblərdə olan şeylərdir. Ya xeyir isə xeyir götürürlər oradan. O qəlblərdən xeyir götürürlər, şər isə qəlbdə oradan da şər götürürlər. Yahya ibn Muad rahmehullah deyir ki, qəlblər qazanlar kimidir. Sinələrdə olan qazanlar kimidir. İçərisində olan şeylərlə qaynayır. Deyir, onların çömçələri də dillərdir. Və deyir, siz baxın, kişinin gözləyin, hətta danışana qədər gözləyin. Onun deyir, dili. Yəni, qəlbində olan şeyi götürüb sənə göstərəcək. Orada olan şirindirsə şirin götürəcək, acıdırsa acını götürəcək, duzludursa çox duzlu olacaq, yəni duzu normaldırsa normal duzlu olacaq. Və deyir ki, yuxbirukə ən ta'mi qalbihi ixtiraful lisanihi. Və deyir, sənə deyir, o elə bil ki, dili ilə, yəni qəlbində olan o dadı sənə yəni, göstərəcək. İbn-i Qayyum rahimehullah Dərd və Dəva kitabında deyir ki, necə ki, sən dillə, yəni dilinlə, yəni qazanda olan yeməyin dadına baxdığın kimi, sən də həmçinin yəni baxanda bu işin həqiqətini o ilə dərk eləyirsən də, baxırsan, dərk eləyirsən, həmçinin deyir, qəlbdə olan şey də yəni kişinin dili ilə, yəni o bilinir, danışması ilə bilinir və deyirsən bu ilə onun qəlbində olanı yəni hiss edə bilirsən. Ümumən belədir, hiss edə bilirsən. Kəmə təduqu fil qidr bilirsən. Necə ki, qazanda olan şeyə dilinlə, onun dadını bildiyin kimi. Deyir, qəlbin incə olması, onun yumuşaq olması, o qəlbdə olan, yəni salamatçılıqdan, onun əlamətidir. Qəlbin salamat olmasının doğru olmasının əlamətidir. Bir şey var ki, deyir, qəlb elə yerdir ki, yəni gizlin bir yerdir, onu da yalnız Allah görür. Sinələri bilən Allah bilir. Çünki bəzi əlamətlər var, bəzi əlamətlər var, deyir ki, yəni qəlbin sağlam olmasına açıqca göstərən əlamətlər var, başqa. Və deyir, bu əlamətlərin olması ilə, bunları bilməklə, o demək deyil ki, yəni insan bunu özündən bilməsi və yaxud başqasından bu şeyləri, bu əlamətləri bilməsi və o demək deyil ki, bu əlamətlərlə özünü təmizə çıxartsın və yaxud başqasını təmizə çıxartsın. Çünki ora gizli bir yerdir. Oranı tam bilən Allah Taala'dır. Çünki Allah Taala deyir ki, "Fələ tuzakku enfusakum huve a'lemu bimen ittaqa." Nəfsinizi təmizə çıxartmayın. O bilir. O daha yaxşı bilir. Təqva sahiblərinin kim olduğunu, kimin Allahdan qorxduğunu o daha yaxşı bilir. Lakin deyir, əlamətlər var, bəzi ona dəlalət edən şeylər var, hansı ki, qəlbin salamat olmasına. Amma deyir, bu şeylərdən, bu qəlbin salamat olmasına dəlalət edən, bu həmənki, bu dəlalət edən şeyləri əgər qul bunları taparsa, özündə taparsa Allah'a həmd etsin. Və deyir, onu qorumağa çalışsın. Və Allahdan istəsin ki, bu cür sabit qalsın. Və sonra burada şeyx gətirir, deyir ki, bu əlamətlərdən, ən bariz olanlardan deyir ki, İbn-i Qayyimin zikr etdiyi əlamətlərdən gətirir. Burada deyir, 6 dənə əlamət gətirir. Birincisi deyir, Allah'ı zikr etmək. Allah'ı zikr etmək və Allah'ın zikr üzərində davamiyyətdə olmaq və Allah'ı zikr etməyi artırmaq və alə yəftəvədik və zikirdən yorulmamaq, bezməmək. Çünki Allah Teala deyir ki, "Əllezîne yezkurûnallâhe qiyâmen ve qu'ûden və alâ cunûbihim." Allah Teala tərifləyir. Allah Teala tərifləyir özünü zikr edənləri. Onlar, yəni əllezîne yezkurûn, o kəslər ki, Allah'ı zikr edirlər. Ayaq üstə,
oturaraq və yanları üstə uzanmış halda. Başqa ayədə Allah Teala deyir ki: "Ya eyyuhellezine amenu zkurullaha zikran ketira." Ey iman gətirənlər, Allahı çox zikr eləyin. Və başqa ayədə Allah Teala deyir ki: "Və zâkirin Allah kesiran və zâkirat." Allah Teala tərifləyir. Allah Teala tərifləyir zikr eləyən kişiləri və zikr edən qadınları. Və həmçinin bu zikrə daxildir, bu birinci əlamətlərdən birincisi, həmçinin Allahı zikr etməyə daxildir. Elm öyrənmək və onu öyrətmək, onu başa düşməyə çalışmaq, Allahın dinində fəqih olmağa çalışmaq, fəqih olmaq, Allahın dinini başa düşmək. Və innə hədə min zikrillah, çünki deyir, bu Allahı zikr etməkdən sayılır. Allahın zikrindən sayılır. Və həmçinin Allahın zikrini ayaq üstə tutmaqdan sayılır. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədisdə deyir ki, siz cənnət bağçalarının yanından keçdiyiniz vaxtı oradan bir şeylər götürün. Orada dayanın, oradan bir şeylər götürün. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləmdən soruşanda, yəni cənnət bağları nədir? Dedi ki, zikir halqaları, zikir məclisləri və burada şeyx buyurdu ki, burada yəni zikir halqalarından olan məqsəd, yəni elm məclisləri. Hansı ki, orada halallar, haramlar məlum olur və orada hökmlər aydınlaşır və insanlar öz Rəbbini, insanlar özlərinin Rəbbini orada tanıyırlar. Oradan öyrəndikləri şeylərə görə Allah Taala'nın adlarını öyrənirlər, Allah Taala'nın sifətlərini öyrənirlər, Allahın əmrləri və qadağanlarını öyrənirlər. Və sonra əlamətlərdən ikincisini gətirdik ki, Əniyə ələmə ində fəvatir deyir ki, bu nədir? Deyir ki, o yəni insanın gündə götürdüyü müəyyən ibadətlər var. Bəzi ibadətlər var, hər gündə onları edir. Onların üzərində davamiyyətlidir. Deyir ki, həmən ibadətləri yəni itirən vaxtı, o ibadətləri itirən vaxtı onun yəni narahat olması, qəlbin ağrı çəkməsi. Məsələn, burada şeyx gətirdik ki, gecə namazıdır və Qurandan hər dəfə bir hissəni oxumaq və bunun kimi şeylər. Və deyir, o elə qəlbdir ki, o qəlb necədir? O deyir, belə şeyləri itirəndə ən böyük şeyi itirdiyinə görə narahat olur. Və deyir ki, min təəllümül haris alə. Ondan da çox narahat olur ki, o adamdan da çox ki, o malı itəndə necə həris, malının, yəni mal itəndə narahat olur. Mala qarşı hərisdir. Çünki orada qazanc var malında. Amma deyir, o itirdiyi, o gündəlik etdiyi ibadətlərdən bir şeyi itirməsi, o daha əzəmətlidir. Daha böyük bir şeydir o itirdiyi şey. Çünki orada olan qazanc daha böyükdür. Sonra əlamətlərdən getirir üçüncüsü, deyir ki, qəlb sahibinin, yəni şuhu sahibi bilə. Deyir ki, elə bir ki, sahibinin vaxtı həris olması. Yəni bir insanın vaxtına həris olması. Liyahrisə şədid aleyhi min ən yada'a və yədhəbə. Deyir bir ki, şiddətli şəkildə ona həris olması istəmir ki, vaxtı boş yerə getsin, faydasız olsun. Yəni bu şeyə qarşı həris olması. Çünki bütün yəni insanın məsləhəti üçün, insanın xeyrinə olan şeylər nə ilə əldə olunur? Vaxtın qorunması ilə əldə olunur. Və mətəadal, insan deyir, nə vaxt vaxtını zay eləyəndə, nə vaxt vaxtını zay etsə, deyir ki, onun o məsləhəti üçün olan şeylər də zay olur. Çünki vaxtından gedir. Və vaxtdan gedən də, yəni gedən vaxtı da deyir, təzdən onu əldə eləmək mümkün deyil. Ona görə də sünnədə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm vaxtdan istifadə etməyi, vaxtdan yararlanmağa həvəsləndirib. Vaxtdan istifadə etməyə. Vələsiyyəmə vaxtı şəbəb. Xüsusilə də şeyx deyir ki, yəni cavanlıq vaxtı, gənclik vaxtı. Deyir ki, onu zay eləməkdən çəkinmək lazımdır. Və deyir, onu zay etmək, elə bir ki, insanın o
sonra nifrətinin əlaməti, nifrətinə səbəb olur, yəni. Necə ki, deyirlər ki, kəmə qilət hadiyəul vaxt ilə ənələn salihə lət. Deyirlər ki, vaxtın zay olması, çünki insanın məsləhəti üçün olan şeylər yalnız nə ilə olur? İnsanın vaxtını qoruması ilə olur. Və o vaxta riayət etməsi, o ilə maraqlanması ilə insan öz məsləhəti üçün, özünün xeyrinə olan şeyləri, yəni o ilə əldə edə bilir. Və həmçinin deyək, kişinin qəlbinin salamat olmasının əlamətlərindən yəni vaxtını hərisdir, istəmir ki, vaxtı zay olsun. Yəni o işlərdə ki, faydalı işlərdə istəyir ki, vaxtı yəni faydalı işlərdə olsun. Faydalı işlər üçün sərf olunsun. Amma deyir, baxın, bəs deyir, haram olan şeylərdən ötürü keçirilən vaxtlar necə? İnsanın yəni qeybət etməsi, söz daşıması, nəmimə, yəni ələ salması, bu kimi şeylər. Və sonra əlamətlərdən gətirir, dördüncüsünü deyir ki, ən yekune həmmuhu vahidun. O elə gəldir ki, onun narahatçılığı, bir narahatçılığı var. Bir narahatçılığı var, o da yəni etdiyi əməllərin yəni şəriətə müvafiq olmasına çalışır və həmçinin Allah üçün ixlasla əməl etməyə çalışır və bundan başqa şeyləri tərk edir. Və burada yenə Peyğəmbərimiz s.ə.v-dən gələn hədisi gətirir, deyir ki, mən kənə həmmuhu ləl-əxirə, kimin deyir, yəni niyyəti axirət olarsa, Allah təala onun işlərini cəm edər və onun deyir, yəni zənginliyini qəlbinə qoyar və dünya da ona gələr istəmədiyi halda. Sonra əlamətlərdən gətirir, deyir, beşincisi, qəlbin salamat olmasının əlamətlərindən beşincisini gətirir. O da hansıdır? Yəni, əl-ihtimam bi təsrihil əqval vəl-əməl. Yəni, insanın öz sözlərini, əməllərini, niyyətlərini, yəni ixlası üzərində bu şeylərdən ötürü narahat olması, bu şeyləri düzəltməkdən ötürü çalışması. Belə ki, onun bütün sözləri, əməlləri, niyyətləri, yəni yalnız Allah üçün olur. Ondan ötürü çalışır. Yalnız ondan ötürü çalışır. İstədiyi bu şeydir. Və sonra səbəblərdən gətirir, altıncısını deyir ki, tə'zimus salət, namazı təzim etmək və onun qədrini bilmək və onun yerinin, yəni namazın yerinin nə qədər əzəmətli olmasını dərk eləmək və namaza düzgün şəkildə riayət etmək və namazın gəlməsi ilə ünsiyyət tapması, onun vaxtını girməsi və vaxtı girdikdən sonra da gözəl şəkildə Allaha tərəf yönəlməsi, Allaha itaətə gözəl şəkildə yönəlməsi və idə dəxilə fi saləti, namazı daxil olduğu zaman necə olur? Həmən ki, qəlb, sağlam olan qəlb namazı daxil olduğu zaman orada rahatçılığı orada namazda tapır, namazın içərisində. Namazdan çöldə yox, namazın içində tapır. Orada olan neymətlər, namazın içərisində onun üçün neymətlər, namazın içərisində onun göz sevinci, qəlbinin sevinci. Çünki Peyğəmbərimiz s.ə.v hədisdə gətirir, yəni Peyğəmbərimiz s.ə.v Bilala əmr edir, əzan və yaxud iqamə üçün buyurur, deyir ki, bizi namazla rahatlaşdırır. Yəni namaza duraq, namazla bizi rahatlaşdırır. Namazın içərisində rahat olaq. Və Peyğəmbərimiz s.ə.v başqa hədisdə deyir ki, Cəulət qurratə ayni fi saləti, mənim göz sevimcim namazda edildi, namazın içində. Namazın çölündə yox, namazın içində edildi mənim göz sevincim. Və o elə gəldir ki, namaza daxil olur, tövbə edən qəlblə, yəni itaət edən qəlbdir, Allahdan qorxan qəlbdir. Və deyir, elə olur ki, qəlb namaza girəndə bütün işlər, bütün dünya işləri, bütün dünyada olan dünyavi işlərdən insanın dünyavi işlərlə məşğul olması və dünyavi işlərdən ötürü insanın narahat olması
Yani bütün bu şeyler namazın içerisinde ondan uzaklaşır. Ve Allah'a karşı yönelir ve öz Rəbbinə qarşı ibadətə yönəlmiş olur. Və beləcə qəlbi namazın içərisində rahatlaşır və bu cür olur. Və deyir ki, bunların arasında da fərq var. Yəni o qəlbdir ki, namaz qılır, yəni namaza durub, öz rahatçılığını tam namazda tapır, qəlb sevincini və göz sevincini namazda tapır və nemətləri namazın içərisində tapır, yəni rahatlaşır. Beyni, qəlbi tam olaraq rahatlaşır. Amma o birisi də hansıdır? Namaz qılır, narahatdır. Namaza durur, amma namazın içərisində narahatdır. İstəyir ki, namazdan rahat olsun. Xilas olsun bu namazdan. Namazdan çıxmağa çalışır. Yəni, namazın içərisində durub düzdür, Allahın əmrini yerinə yetirir, lakin narahatçılıq var. Yəni, bu yaxşı hal deyil. Yəni, bunu söyləyir burada. Allah da qəlbimizi dini üzərində sabit eləsin. Subhanakallahumma və bihamdik. Əşhədu en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.